Bugün bizim paradda əziz qardaşım Türkiye Cumhuriyeti'nin Cumhurbaşkanı hörmətli Recep Tayyip Erdoğan iştirak edir. Əziz qardaşım 2. Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan ordusuna öz dəstəyini göstərirdi. Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiye xalqı, hörmətli Prezident Erdoğan'ın liderliği ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı Azərbaycan tək deyil, Türkiye Azərbaycanın yanındadır deməsi bütün dünyaya çok ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Müharibədən və şanlı zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiye və Azərbaycan prezidentləri Şuşa bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə, müttəfiqlik səviyyəsinə qaldırmışlar. Və bugün bizim hərbi paradda Türkiye hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür. 5 il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Recep Tayyip Erdoğan bizimlə bərabər idi.